Bismillah. Bürclərin 7 iyun üçün şok proqnozu. Qoç, gözlənilməz hadisə planlarınızı dəyişə bilər. Sakit qalsanız vəziyyət öz xeyrinizə çevirəcəksiniz. Buğa, pul enerjisi güclənir. Gözləmədiyiniz yerdən qazanc və ya fürsət çıxa bilər. Əkizlər, qərarsızlıq sizi geri sala bilər. Bugün seçim etmək məcburiyyətində qalacaqsınız. Xərçəng, emosional partlayış riski var. Ailə və yaxınlarla konflikt mümkündür. Diqqətli olun. Şir, uğur dalğası davam edir. Yeni tanışlıq və fürsət həyatınızda dönüş yarada bilər. Qız, işdə sürpriz dəyişikliklər var. Planlar pozula bilər, amma nəticə xeyrinizə olacaq. Tərəzi, sevgi həyatında gözlənilməz dönüş. Keçmişdən biri yenidən həyatınıza daxil ola bilər. Əqrəb, gizli həqiqətlər açılır. Bugün kimə güvəndiyinizi daha yaxşı anlayacaqsınız. Ox atan, riskli addım atmaq istəyəcəksiniz. Düz qərar versəniz böyük qazanc var. Oğlaq, zəhmətinizin bəhrəsini görəcəksiniz. İş və pul mövzularında yüksəliş gözlənilir. Dolça, yeni ideya və başlanğıc üçün ideal gündür. Cəsarətli olun. Balıq, xəyal və reallıq arasında qalacaqsınız. Aldadılmamaq üçün diqqətli olun. Günün ən şanslı bürcləri, buğa, şir, oğlaq, pul, uğur və yeni imkanlar sizin tərəfinizdədir. Günün ən gərgin bürcləri, xərçəng, əkizlər, əqrəb, stres və çətin qərarlar sizi sınaya bilər.